Hamiləlik zamanı hamı məsləhət verir. Belə bir sindrom var. Sizcə hansı xalq məsləhətləri daha təhlükəlidir? Hamiləsən, 2 canlısan, 2 qat yeməlisən. Məsələn, bu təhlükəli bir məsləhətdir. 2 qat yox, sağlam yemək lazımdır. Deyir ki, məsələn, çox iş görmə, yat dincəl. Belə deyənlər də var. Aha. Amma əslində təbii doğmaq istəyən bir qadın bütün hamiləlik boyu hərəkətli olmalıdır. Hansı anda, yəni ana təbii doğuş yox, keysəriyəni seçir? Çox izah elədim, yəni ailəyə izah elədim, anasına izah elədim, xanımın özünə, yoldaşına və s. Konkret dedilər ki, yox da, yəni bütün riskləri gözə alırıq. Biz bu uşağı təbii doğmaq istəyirik. Abort mövzusu hələ də çox həssas bir mövzudur. Bu mövzunu tibbi cəhətdən necə izah edərsiniz? Yəni abort etmək istəyən qadınlar ilk öncə nələrə riayət etməlidirlər? Anamnez toplayırsan, soruşursan ki, məsələn, neçə abortum var, deyir sayını özüm də itirmişəm. Müşahidənizə görə, məsələn, 10 il öncəki analarla indiki gənc nəsil analar arasında nə kimi fərq var? Bakıdakı hamilələrin süd vermək istəmir çoxusu, amma məsələn, bölgədə doğulanlar süd vermək üçün can atırlar. Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Bugün növbəti Havastero podkastı çəkilişini edirik. Bugün bizimlə dəyərli cərrah mama ginekoloq Aygün Altındır. Xoş gəlmisiniz Aygün xanım. Xoş gördük. Təşəkkür edirik. Dəyərli zamanınızı bizə ayırdığınız üçün. Çox sağ olun, təşəkkürlər. Aygün xanım, mən istərdim siz ilk öncə ginekoloq olma hekayənizdən danışardınız və onun ilk doğuş anını etdirdiyiniz zaman hansı hisslər keçirdiniz? Əslində mən universitet vaxtı ginekoloq olmaq istəmirdim. Psixiatriya istəyirdim, bir ara anesteziologiya istədim. Ən son belə deyim də rezidentura imtahanında biraz uğursuzluğa düçar oldum. Kodlaşdırmanı yanlış elədiyimə görə rezidentura bizim ilimizdə 1-ci il idi. Kodlaşdırmanı yanlış elədiyimə görə birinci turdan heç bir şey, yəni hər hansı bir ixtisas seçmə eləyə bilmədim. Sonra tələbə təhsil nazirliyinə və sairə şikayət yazdım ki, bəs məndə yanlışlıq olubdu da, qeydiyyatdan keçməmişəm. Dedilər ki, narahat olum, dedim, bəs qırmızı diplomla qurtarmışam. Əslində mənim belə deyim də texnologiyadan yaxşı başım çıxmadığına görə qeydiyyatdan keçməmə kimi problemim olubdu. Buna görə ixtisas seçəmədim. Bəs mənə cavab gəldi ki, birinci turda ixtisasını seçib, amma getməyən insanların ikinci turu olacaq. Yəni, boş qalan ixtisasları yaza bilərsiniz. Nəysə, ikinci turun açılmağını gözlədik rezidentura imtahanında. İkinci turda 3-4 dənə yer açıldı. Baxdım, gördüm ki, bəs mənə uyğun nə var? Travmatologiya var idi, pediatriya var idi, bir də şüa terapiyası var idi. Milli Onkoloji Mərkəzinin şüa terapiyasını yazdım. Amma çox həvəssiz getdim. Əslində deyir, həyatımızda nə olursa, bizim bölgəmizdə həyatımıza yön verən bəzi şeylər olur. O vaxtda çox ağlamışdım, üzülmüşdüm ki, bəs mən qırmızı diplomla qurtardım. Heç oxumayanlar istədikləri ixtisasları qazandılar, mən qaldım falan. Nəsə getdim şüa terapiyasına. Şüa terapiyasının 6-cı ayında bəs mənə dedilər ki, Ankarada Ali Ayhan deyə bir hoca var, ginekologiyanın belə deyim də Türkiyədə dahisi sayılır. Onun yanına kursa gedəcəyik. İstəyirsənsə sən də gəl. Mən də həmin dönəmdə şüa terapiyasında asistan, daha doğrusu rezidentur oxuyanda ginekologiyada rotasiyadaydım. Dedim ki, bəs bəli, istəyirəm, gedim mən də. Artıq məndə yavaş-yavaş ginekologiya rotasiyasına, ginekologiyaya maraq yaranmışdı. Amma əslində indiyə qədər heç vaxt ginekoloq olmaq istəmirdim. Nəysə, getdik biz Ankaraya. Orada bir ay Ali Ayhanın, indi rəhmətə gedibdi, Allah rəhmət eləsin. Onun yanında mən praktikada oldum. Və mənə ginekologiyanı inanılmaz sevdirdi. Və mənə dedi ki, sənin bu işə şeyin var, yatqınlığın var, əlin yaxşıdır, götürümün tezdir. Məncə sən ginekologiya seçməlisən. Yəni şüa terapiyasını buraxıb ginekologiya seçməlisən. Hətta məni yanına dəvət elədi. Nə güzel. Dedi ki, uzmanlığa gəl yanıma. Bitirdikdən sonra bəs inşallah sənin diplom məsələni də həll eləyərik, qalıb burada işləyərsən. Amma mən rəsmi yolla getmək istədim. Qayıtdım Azərbaycana. Sonra dəfələrlə mənə zəng gəldi onun asistan tərəfindən ki, bəs Ali Ayhan bəy sizi gözləyir, gəlirsinizmi, qərarınız nədir? Mən də dedim ki, mənim qərarım ginekologiyadır, amma mən rəsmi yollarla gələcəm, imtahanla gələcəm, istifa verəcəm şüa terapiyasından. Oturub uzmanlığa hazırlaşacağam və o uzmanlığa hazırlaşmaq mənim tam 3 ilim aldı, inanırsınız. 3 dənə, 4 dənə mərhələdən keçmək və s. Sonra yenə uzmanlıqda ginekologiyanı qazanmadım, kardiologiyanı qazandım, 1 il kardiologiya oxudum. Sonra kardiologiyada ola-ola tərzdən bir də hazırlaşdım. Sonra Akdeniz Üniversitesinin ginekologiyasına nəhayət
11-də məzun oldum. Nəhayət 2015-ci ildə qazandım. 4, hardasa 3 il yarım sonra Çox çətin yollardan gəlmisiniz, amma bəli. məncə sonunda bunu qazanmısınız həqiqətən. Biraz çətin. Bəs ilk anda, əlbəttə bu sizin hekayənizdir. İlk anda, o ilk doğuş etdirdiyiniz anda hansı hisslər keçirdiniz? Əslində ilk doğuş etdirdiyim yox, ilk doğuşu gördüyüm anda Bəli. həmişə tərəddüd edirdim ki, görəsən mən bu işi bacaracağam ya yox. Akdeniz Universitetində asistanlığımın ilk günü idi. Mənə dedilər ki, səni əməliyyatxanadan gözləyirlər. Keysəriyyə var, ona girməlisən. Getdim aşağıya, qıdəmlər keysəriyyə eləyirdi. O an mən uşağın çıxışını gördüm qarnın içərisindən. Gözlərim doldu, əlim ayağım titrədi. Dedim, nə qədər möcüzəvi bir şeydir. Həqiqətən. Və həyatımın bəlkə də ən unudulmaz, ən mutlu günü idi ki, yəni mən dedim ki, mən aid olduğum yerdəyəm da. Yəni bu hiss məni o qədər xoşbəxt elədi ki, düşündüm ki, bəli, bu 4 ilin sonunda, 3 il 4 ilin sonunda düzgün yerdəyəm deyə həmin an düşündüm. Nə gözəl Aygün xanım, çünki sizin işiniz elə bir işdir ki, həm məsuliyyətli işdir, həm də ki, o anlar, o hissləri ilk siz yaşayırsınız. Yəni, ana yaşadığı anda onu qarşısındakı həkim də yaşayır. Məsələn, deyilir, ana olmaq instinktdir. Amma bəzən belə də deyilir ki, məsələn, ana olduğumuz anda o hissləri də yaşaya bilmirik. Hiss edə də bilmirik. Bəzi analar ana olur, amma müəyyən bir müddət o uşaqla arasındakı bağı qurmaq çox çətin olur. Bu nədən baş verir? Hamiləliyi mən belə düşünürəm ki, hamiləlik prosesinin tam istənmədiyi dönəmdə olması, hamiləlik dönəmində travmalar yaşaması, hamiləlik dönəmində o bağı qura bilməməsi, məncə onların və ailə yapısı, yəni onun gəlin getdiyi ev, onun çıxdığı ev, evdə anadan, atadan gördüyü məhəbbət, ailə kavramı çox önəmlidir hər bir insan üçün. Çox gənc yaşda evlənən qızlarda daha çox görürük. Əslində məsələn deyir ki, bunu da yaşaya bilərdim, bunu eləyə bilərdim, amma məsələn mən evlənmişəm, bunu eləyirəm. Eyni zamanda da hamiləlik dönəmini verimli keçirməyən, əslində analığa özünüzü hamiləlik dönəmində hazırlamağa başlamalısınız. Biz həmişə deyirik ki, hamilələrimizə artıq 2-ci trimestrdən etibarən, hansı ki o çətin period keçirək, 1-ci trimestr. Deyirik ki, başlayın qarnınızı oxşayın. Aynanın qarşısına durun, qarnınıza baxın. 20'li həftələrdən artıq döl kənardan olan səsləri algılaya bilir. Ondan söhbət eləyin. Yəni əslində o sizi təbii ki başa düşməyəcək, amma sizin onunla bağ qurmanız açısından bu önəmli bir şeydir. Kitablar izləyin, videolar izləyin. Yəni bunlar hamısı yavaş-yavaş hamiləlik dönəmində özünüzü alışdırmanız lazım. Bu eksiklikdən irəli gəlir məncə. Hamiləlik məktəbləri önəmlidir burada o bağın yaranmasında. Doğumdan sonra ananın süd verməsi çox önəmlidir o bağın yaranmasında. Direkt uşağın doğumdan sonra ananın yanında qalması o bağda çox önəmli rol oynayır. Bunların hər hangi birində ailə yapısı, məişət yapısı, hamiləlik sürəci, doğum sonraki əmzirmə sürəci və s. bunların hər hansı birində qırıqlıq və ya qopuqluq olanda ana ilə döl arasında, uşaq arasında bağda bəzi problemlər yaşana bilir və analıq hissinin gec gəlməsi kimi hissiyatlar ola bilir. Amma olur da illərlə bu ilə soyuqluq da davam edir. Yəni ana uşaq böyüyürsə də belə, amma özünü ana kimi hiss etmir. Həqiqətən də olur. Bu mənim ətrafımda da çox müşahidə etdiyim insanlarda da olubdu. Amma bizim ölkədə varmı belə bir şey öncədən hazır? Müşahidə etdiyim qədər var. Yəni amma bilmirəm nə qədər davamlı belə hamilə qadınlara təlimmi, onlara hazırlamaqmı? Belə bizim ölkədə var hal-hazırda. Əslində tam oturuşmayıbdur. Yəni bunun psixoloji qismi hələ tam oturuşmayıbdır. Çünki daha onun qəbul edilmə prosesi belə tam oturmayıbdır. Yəni məsələn insanlar düşünmür ki, mən bunu qəbul edə biləcəm və yaxud da mən hazıram deyiləm. Bunun fərqində belə deyirlər. Yəni psixoloji istəyirəm biraz dırnaq arası məsuliyyətsiz də yanaşılır. Ola bilər. Məncə də o da ola bilər. Ola bilər. Hətta yəni tam fərqində deyil ki, əslində o ana olmağa hazır deyil. Bunun birinci fərqindəliyi olmalıdır. Yəni insan birinci başa düşməlidir ki, mən ana olmağa hazıram, yox. Bəzən bu sualın cavabından da qorxurlar, el qınağından da qorxurlar. Düşünürlər ki, mən desəm ki, yox, mən bu uşağı istəmirəm, mən hələ ki ana olmağa hazır deyiləm. Onları nələr gözləyir, necə bir çevrəsəl baskı gözləyir, xor görülmək, bunlardan təbii ki qorxub, bunları gizlədənlər də olur. Bizdə amma bizim şəxsən öz xəstəxanamızda hamiləlik məktəbləri keçirilir.
Mən bir ildə 2 dəfə keçirmişəm hamiləlik məktəbi. Bizim Güzel. digər ginekoloqlarımız da keçirir. Orada hamiləlik məktəblərində həm hamiləlik sürəci, doğum, keysəriyyə necə olacaq, hamilələrin qorxuları, uşaq doğulandan sonra pediatrlar məsələn danışır, necə baxım olur. Eyni zamanda psixoloq və ya psixoterapevtimiz də danışır. Doğum sonrası depressionlar, hamiləlikdə olan psixoloji problemlər. Bu hamiləlik məktəbləri gördüyüm qədərilə bir çox xəstəxanalarda edilir. Bunlara yəni şiddətlə tövsiyə edirəm qatılmalarını. Eğitim açısından çox önəmlidir. Çünki mən özümdən bir kes paylaşmaq istəyirəm. Mən özüm ilk analıq hissini yaşayanda birinci dəfə yəni ailə həyat quranda ana olmaq istəmirdim. Yəni o sizin dediyiniz kimi, yəni gəziyim, əylənim, müəyyən bir vaxt olsun. Bir 6-7 aydan sonra artıq hiss elədim ki, ətrafdan da deyəndə ki, ana yəni hamilə qalmamısan, ana deyilsən. Müəyyən bir müddətdən sonra gördüm ki, mən ana olmaq istəyirəm və Türkiyədə həmin o hamiləlik müddətimdə mənə çox gözəl dəstək olurdular. Kitablar vermişdilər. Kitablar oxuya, yəni özüm artıq qızımı dünyaya gətirəndə artıq hiss eləmişdim ki, mən çoxsa ana olmağa hazıram həqiqətən. Çünki o dönəm bizim ölkədə yox idi, belə boşluqlar vardı. Amma indi son illər mən də müşahidə etdiyimə görə görürəm ki, daha çox yəni təlimlər, dəstək həm psixoloji cəhətdən, həm də analıq etapları qızlarımız da, indiki qızlarımız da daha öz üzərində işləyirlər. Hətta biz atalar da cəlb edirik. Hamilə məktəbinə yoldaşları ilə gəlirlər. Əvvəllər belə bir şey yox idi. Yox idi, bəli. İndi məsələn yoldaşların da gəlməsi əslində qadınlara psixoloji dəstək açısından ən böyük dəstəklərdən biridir həqiqətən. Aygün xanım, siz artıq neçə ildir işləyirsiniz? Müşahidənizə görə məsələn 10 il öncəki analarla indiki gənc nəsil analar arasında nə kimi fərq var? Yəni onlar danışdığımız kimi daha məsuliyyətli yanaşırlar, həm psixoloji cəhətdən, həm tibbi cəhətdən. 10 il əslində qısa bir sürədir. Belirli bir nəsil fərqini görmək üçün qısa bir müddətdir. Dəyişir. Yəni əslində region deyə bilərəm ki, daha fərqli olur. Məsələn, Bakıdakı analar daha fərqlidir. Mən çünki Gəncədə də pasiyentlər baxıram. Gəncə Basar zonasının hamilələri ilə də işləyirəm. Onlarda biraz daha fərqlidir. Məsələn, doğuş şəklinin seçilməsi belə. Məsələn, o bölgədəki xanımlar daha çox təbii doğuşa üstünlük verir. Şəhərdəki xanımlar daha çox keysəriyyəyə. Bölgədəki hamiləliklərin təqibi, yəni bu rəsmi statistika deyil, mənim sadəcə öz gördüyüm şeylərdir. Bölgədəki hamiləlik təqibim daha fərqli gedir, buradakı hamilələr daha fərqlidir, hamiləlik sürəcləri də fərqli gedir. Hamilədə yaşadıkları simptomlar, problemlər də buradakilərin fərqlidir, oradakilər də fərqlidir. Məsələn, Bakıdakı hamilələrin süd vermək istəmir çoxusu, amma məsələn bölgədə doğulanlar süd vermək üçün can atırlar, nə edə bilərik? Amma bu əslində çox gözəl bir şey. Amma yəni bu durum indi Bakıdakı hamilələr pisliyin mən asla demirəm. Yaxud belə deyim də, bizim açımızdan ideallar da var, amma çərçivədən kənara çıxan hamilələr də olur. Amma belə 10 il biraz nəsil olaraq fərqlidir, amma deyə bilərəm ki, 10 ildə artan nədir? Təbii doğuşdan biraz uzaqlaşmaq deyə bilərəm. Məsələn, gəlib deyir sizə 10 il ərzində. Məsələn, xanımın 10 yaşında bir uşağı var. İndiki hamiləlikdə məsələn həm o tərəfə aiddir, həm bu tərəfə aiddir. Təbii doğubdur, amma ikinci hamiləlikdə məsələn keysəriyyə istəyir, bəzi travmalar yaşayıb və s. Yəni dəyişilir də əslində məlumatsızlıq, indi daha çox məlumat əldə edə bilirlər, amma indi əslində dezinformasiya da çoxdur, yanlış məlumatı da çox əldə edə bilirlər. Daha çox informasiya bəzən bizi yanlış yönə də aparır. Yanlış yönə aparır. Amma onu deyə bilərəm ki, doğum şəklinin seçilməsində çox fərqliliklər var. Bəs ümumiyyətlə Aygün xanım, təbii doğuşla keysəriyyə vurğuladığınız kimi daha hansı anda, yəni ana təbii doğuş yox, keysəriyyəni seçir? Əslində orada tibbi göstəriş olmalıdır, istəyə bağlı olmamalıdır. Amma bizim ölkəmizdə biz istəyə bağlı da eləyə bilirik. Demokratik ölkədir. Bədən qadının öz bədənidir. Seçim olaraq deyə bilər ki, mən doğum şəklini özüm seçirəm deyə bilər. Amma əslində tibbi göstəriş olmalıdır. Həkim tərəfindən göstəriş qoyulmalıdır ki, bu səbəbdən sizdə keysəriyyə olmalıdır. Amma hal-hazırda sosial indikasiyon deyir türklər buna. Bizdə qarşılığı bilmirəm nədir. Yəni cəmiyyət göstərişi. O səbəbdən özləri gəlib seçə bilirlər. Biraz da qorxu, ağrıdan qorxu, xəstəxanaya çata bilməmə qorxusu, həkimə gecə ulaşa bilməmə qorxusu, ağrım gəlsə nə edəcəm və kinolardan görülən o qorxunc səhnələrdə daha çox empatiya qururlar. Belə şeylərdən görərək təbii ki, təbii doğuşdan daha çox qaçırlar. Qadınlar ana olmamışdan öncə nəyi daha gec bilirlər? Yəni daha çox nəyin fərqinə varmalıdırlar ki, sonra gec olmasın?
Ən çox nəyin fərqinə varmalıdırlar? Bu hamiləlik sürəcindəki genetik taramalar. Məsələn, əvvəl qohum evlilikləri falan olurdu. Deyirdilər ki, məsələn, mənim mamam da tam qohumdur, nə olsun biz sağlamıq. Bəzi məsələn hamiləlik müddətində olan genetik taramaların hansını elətdirmək daha yaxşı olar, hansı düzgün olar, hansı düzgün olmaz. Hamiləlik dövründə və ya hamiləliyə hazırlaşarkən hansı vitamin preparatlarına diqqət etmək lazımdır? Çəki hansı qaydada olmalıdır? Yəni hamiləliyə girərkən hansı çəkidə girmək bizim üçün daha sağlıqlıdır? Bunlardan adətən biraz şey olurlar. Biraz daha bilgiləri zəif olur. Biz də ən çox birinci görüşdə, yəni hamileliyin ilk həftəsində, ilk görüşündə daha çox bunları izah edirik. Digər proseslər doğuş mu olacaq, keysəriyyə mi olacaq? Onlar zaten süreç əsnasında hamiləlik təqibində danışılır. Bəs ümumiyyətlə hamiləlik dövründə keysəriyyə bəzən biz istəmədən təbii doğuş istəyən analar son anda keysəriyyə elə problem olur ki, keysəriyyə ilə olubmu ki, belə hansısa pasiyentiniz yox, mən təbii doğuş istəyirəm, keysəriyyəyə girmək istəmirəm. Belə bir keysiniz olubmu? Bəli, çox olubdu. İzah belə etsəz ki, bu sizin sağlamlığınıza... Bəli, çox olubdu. Hətta bu yaxında elə mənim hal-hazırda işlədiyim xəstəxanada da olmuşdu. Xanımın 3-cü doğuşuydu və mən təbii doğuşla nəticələndirməyi planlayırdım ona. Mənə də zaten sırf təbii doğuş üçün gəliblər. Əslində başqa yerdə keysəriyyə demişdilər ona, uzun müddət ara vermişdi çünki. Təbii doğuş əsnasında hələ açılış o qədər də çox deyildi. Biz gördük ki, uşağın suyu bulanıqdır. Yəni türklər deyir, kakasını eləyib suya. Aha, bəli. Yəni bu uşaq üçün uşağın ana qarnında əslində stressli olduğunu göstərir. Çox izah elədim, yəni ailəyə izah elədim, anasını izah elədim, xanımın özünə, yoldaşına və s. Konkret dedilər ki, yox da, yəni bütün riskləri gözə alırıq. Biz bu uşağı təbii doğuşuna doğmaq istəyirik. Yəni mənim üçün də çox belə ağır bir şey idi ki, mən indi necə nətər olacaq da, yəni bu xanım bunu evə də yollamaq olmaz, başqa həkimə get, mən bu məsuliyyəti götürmürəm də demək olmaz. Allahım gətirdi ki, orada doğuşu çox sürətli irəlilədi. Yəni oksigensiz qalma müddəti çox az oldu. Elə danışıqlar gedəndən sonra 1 saat sonra doğum oldu. Amma o 1 saata qədər biz NST ilə təqib elədik. Stressli oldu yəni. Çox böyük bir məsuliyyət. Hə, məsuliyyət belə, amma yəni dirəndi axıra qədər ki, yox təbii doğacam. Əslində səhv elədi. Daha risklidir, proses daha fərqli də gedə bilərdi. Biraz şansı gətirdi ki, doğum sürətli getdi. Doğum daha ləng gedib uşağın oksigensiz müddəti daha çox uzaya bilərdi. Biraz orada məncə Allah mənə yazıq gəldi. Sizə yazıq gəldi. Bəli, bu sizin üçün böyük. Uşaq yaxşı çıxdı, bir problem olmadı, amma səhv elədi orada. Amma dirəndi, yəni doğum üçün, təbii doğum üçün dirəndi. Belə xəstələrdə olur. Aygün xanım, çox istərdim izah edərdiniz açıq bunu. Çünki mənim özümə çox maraqlıdır. 2 uşağım ikisində də bunu yaşamışam. Uşaq dünyaya gəldiyi anda uşaqda boğulma olur. Müəyyən bir gün, 1 sutka, 2 sutka küvezə yerləşdirilir uşaq. Bir də bunu istərdim izah edərdiniz. Bir də zondla səhv vurğulaya bilərəm. Zondla qidalandırıb. Bax bunu mənə izah etsəydiniz və mənə kimi çox anaların bəlkə də başına gəlibdi və bizi dinləyən hamilə qadınlar üçün də maraqlı olar məncə. Boğulma deyəndə əslində boğulma biraz xəstələr arasında loru-dil də deyilən bir şeydir. Burada təbii doğuşda da ola bilər, keysəriyyə də ola bilər. Məsələn, təbii doğuşda uşaq dar çanaqdan çıxır. Doğum yollarında özəllə çanağın çıxım hissəsində bəzən doğuş prosesinin ləngiməsi, biraz daha vaxtından uzun çəkməsi, dölün orada ləngiməsi, göbək ciyəsinin sıxılmasına və ona gedən qan miqdarının azalmasına, ona gedən oksigen miqdarının azalmasına və çıxanda dölün daha göyümtüraq çıxmasına səbəb ola bilir. Belə olanda uşaq deyirlər çıxdı, ağlamadı. Bəli. Süst çıxa bilir. Çünki həm yorulurlar, doğum kanalında uzun müddət qalanda yorulurlar. Eyni zamanda ona gedən qan miqdarı, oksigen miqdarı daha az olur. Ananın vücudundakı stres hormonlarının çox olması istər-istəməz dölə təsir edir. Belə durumlarda tədbir amaçlı alıb uşağı küvezdə saxlaya bilərlər. Doğum sırasında bu olur. Keysəriyyədə necə olur? Keysəriyyədə adətən doğum ağırlaşmaları 1%-in altındadır. Yəni keysəriyyə əslində uşağı daha az riskə atmaq istədiyimiz durumlarda uyguladığımız bir doğum şəklidir. Keysəriyyədə nə olur? Keysəriyyədə direkt biz uşağı ana qarnından çıxartdığımıza görə ciyərindəki suyu tam boşaltmağa vaxtı olmur. Bilirsiniz ki, ana qarnında suyun içində olur və o suyu udur, sonra çıxarır. Yəni bir su dövranı var, amnion mayın bir dövranı var. Doğum kanalından keçəndə başı aşağı düşdüyünə görə onu kanallardan sıxışa-sıxışa ciyərindən onu atmağa vaxtı olur. Amma keysəriyyədə elə bir vaxtımız olmur. Biz ona yaşaq ciyər deyirik. Suyunu tam çıxada bilməyəndə uşaqlarda yaşaq ciyər dediyimiz durum olur. Bu da onların biraz rənginin göyərməsinə,
qanda oksigen səviyyəsinin aşağı düşməsinə səbəb olur və elə olanda oksigen dəstəyinə ehtiyac duyurlar. Bunlar amma geçici takipinə deyirik də, yəni maksimum bir həftəlik. Çox riskli deyil. Riskli deyil. Amma hə, riskli durumlar da ola bilər. Riskli durumlar nədir? Böyük bir mamalıq ağırlaşması var, patologiyası var, qaça-qaça acil durumda bir keysəriyyə eləmisən, nə bilim, məsələn, cift qopubdur və yaxud da göbək ciyəsi sallanıbdır vaginadan. Belə bir durumlarda sən təcili keysəriyyə eləmisənsə, o küvezdə yatış sürəsi daha uzun ola bilər. Mənim dediyim daha masum, daha bəsit şeylərdir. Çünki mən onu yaşamışım, uşağımın ikisində də keysəriyyəni, amma çox həyəcanlı idi. Birinci övladımda baş uşaq ağlamamışdı. Və mən çox onu araşdırmışdım sonra özüm üçün. Maraqlıdır da, yəni bunu sizdən dinləmək. Bəli, boğulmuşdur, elə bir şey eşitmişdim. Yaş ağrıyan olubdur, böyük ehtimal uşaqda. Suyunu tam boşaldana qədər, yəni oksigen altında tuturlar ki, oksigenin qandakı təzyiqi düşməsin. Amma o çox qorxulu bir durum deyil. Ağırlaşmasa... Amma ana üçün bu çox həyəcanlı bir durumdur. Çünki nə qədər bunu ginekoloq belə izah etsə, uşaq pediatr belə hiss etsə, o anda yəqin ana olanlar bunu anlayır ki, o anda heç nə hiss eləmirsən ki, yox, daha çox qorxuları, riskləri düşünürsən. Abort mövzusu hələ də çox həssas bir mövzudur. Bu mövzunu tibbi cəhətdən necə izah edərsiniz? Yəni, abort etmək istəyən qadınlar ilk öncə tibbi nələrə riayət etməlidirlər? Başda onu demək istəyirəm ki, abort bir qorunma yöntəmi deyil. Bizim Azərbaycanda hələ bu tam oturmayıbdır. Bir qorunma yöntəmi kimi istifadə edilir. Məsələn, xanım gəlir müayinədə anamnez toplayırsan, soruşursan ki, məsələn, neçə abortum var, deyir, sayını özüm də itirmişəm. Yəni, hamilə qalıb onu salmaq əslində ona çox sadə, bəsit bir şey kimi gəlir. Birinci bunu deyirəm ki, qorunma yöntəmi deyil. İkincisi, abort bir ailə planlamasıdır. Abort yanlış və yaxud da bəlirli bir həftənin altında ediləndə günah sayılmır. Yəni bizim ölkəmizdə ona icazə verir, rəsmi olaraq da icazə var. Yoldaşın imzası, xanımın öz imzası, bəzi klinikalarda heç yoldaşın imzası da alınmır. Yəni xanımın istəməməsi belə yetərlidir. 10 həftəyə qədər edilə bilir. Bizdə məsələn 10 həftəyə qədər yasalda, yəni qanuni sınır olaraq qəbul edilir və 10 həftəyə qədər edilir. Amma həkim nəzarətində olmalıdır bu. Birinci məsələn abort elətdirmək istəyən hamiləliyini tutaq aybaşısı gecikibdir, hamilə olduğunu öyrənibdir. Bəzi qadınlar bu yanlışa sürüklənir. Aptekin birinə girirlər. Bu arada mən özüm də aptekdə işləmişəm tələbə vaxtı. Bir harca 6 ilə yaxın aptekdə işləmişəm. Həmişə gəlirlər bizə deyirdilər ki, bəs mənə bir dərman deyil, uşağı salın. O vaxtda da mənim yadımdadır ki, bizim stajlarımız deyirdi ki, UZI-yə göndərmədən xəstəyə dərman qətiyyən satmayın. Çünki risklidir. Bəli, risklidir. Çünki bilmirsiniz ki, bu hamiləlik hissəsi gedib keysəriyyə yerinə mi yapışıb? Bilmirsiniz bu hamiləlik hissəsi uşaqlıq boynundadırmı? Bilmirsiniz ektopik hamiləlikdirmi? Yəni uşaqlıqdan kənar bir hamiləlikdirmi? Mütləq və mütləq, əgər aybaşısı keçibsə bir xanımın 5-ci, 6-cı həftə arası bir ultrasona girməlidir. Ultrasonda həqiqətən də hamilə olduğu kəsinləşdir. Çünki bəzən o testlər yanlış da göstərə bilir. Testlər göstərdi, UZI-də kesəni gördünüz. Kesəni görəndən sonra həkimdən konsultasiya almalıdır. Ya dərmanla, uyğun xəstə profildirsə dərmanla edilə bilər. Uyğun xəstə profili deyilsə, mini bir abort şəklində abort işləmi gerçəkləşdirilə bilər. Aygün xanım, amma vurğuladınız mini bir əməliyyatdan, ondan sonra fəsadları da olur. Mini bir abortdan sonra, yəni qadın səhv etməmişsə, müəyyən bir müddətdən sonra UZI-yə gedib yenidən yoxlanmalıdır. Amma bunu yoxlanmayıb, fəsadları problemli olan xanımlar da olur. Yəni əslində yaxşı bir tibbi müəssisədə bu işləmi həyata keçirirsinizsə, məsələn, şəxsən biz abort işləmini eləyəndə həmən elə xəstə oyanmadan, yuxudan, narkozdan oyanmadan ultrasonla elədiyimiz işləmi yoxlayırıq. Təbii ki, bir həftə sonra çağırırıq. Bəzən uşaqlı boynu bağlanır, içəriyə laxta qan yığışa bilir. Bəli. Kontrol amaçlı xəstəni çağırırıq. Amma yaxşı bir müəssisədə eləmisinizsə, ultrasonla zaten dərhal yoxlanılır. Amma daha belə deyim də, biraz zəif bir müəssisədə edilibsə abort işləmi, onda mütləq bir həftə 10 gün sonra ultrasona gedib onu yoxlatmanız lazım ki, abort normal edilib və yaxud edilməyib. Təbii ki, abortun çox riskləri var. Birincisi, invaziv edilən, invaziv yəni insan bədəninə bir girişin olması, bir alətlə girişin olması deməkdir. İnvaziv edilən bütün işləmlərin ağırlaşmaları ola bilər. Birincisi, uşaqlığınız deşilə bilər. İkincisi, qalıq qala bilər. Baxın, abort işləmi hissiyatla edilən bir şeydir. Həkimin hissiyatı və təcrübəsi ilə edilən bir şeydir. Yaxşı mütəxəssisin əlinə düşməyib, tam divarlar təmizlənməyə bilərsiniz, ikinci bir işləmə məruz qala bilərsiniz. Özəllə bu böyük həftə abortlarda daha çox rastlayırıq.
Uşaqlıq deşilə bilər, qalıq parça qala bilər, abort sırasında qan axmaya düşə bilərsiniz. Özəllə ultrason edilmədən edilən bir abortdursa, məsələn, keysəriyyə altı çapıq, keysəriyyə çapıqlarına tutunan abort, daha doğrusu hamiləlikdirsə, bunlar çox güclü qanamaya səbəb ola bilirlər. Bundan başqa infeksiya riski var. Baxın, bədənimizin içərisinə girən bütün invaziv işləmlərdə biz infeksiya, qalxan infeksiya, vagina mikroblu bir orqandır. Ondan yuxarı keçib vaginanı atlayıb matkanın ya uşaqların içinə giririk. Əslində oradakı infeksiyaları biz yuxarıya daşıyırıq. Qarın içərisindəki bir orqanın içərisinə müdaxilə elədiyimizə görə infeksiya riskini artırırıq. Çox fazla qaşına bilər, inanılmaz. Yəni biz hal-hazırda vakumlarla eləyirik. Vakumla deyil, daha sərt qaşıqlarla edilib endometrial təbəqənin bazal qatını pozub iləriyən zamanlarda sonsuzluğa səbəb ola bilərik. Aybaşı pozulmalarına səbəb ola bilər. Bəli, istəyirdim vurğulayası, o aybaşı təsir edir, düzdür? Hansı ki, o çox naziklər... qaşınanda, məsələn, mini abort dediyimiz vakumla edilməyəndə, daha çox sərt qaşıqlarla edilən abortlarda bazal təbəqə çox fazla qaşınanda bu zaman endometriumun funksiyasını pozursunuz. Endometriumun funksiyası nədir? Qalınlaşmaq, aybaşı görmək və hamiləliyi özünə tutundurmaq. Yəni onu çox qaşıyanda bazal təbəqəni siz onun regenerasiya qabiliyyətini pozursunuz və iləriyən zamanlarda qadın aybaşdan tamamilə də kəsilə bilər. Var belə bir pasiyentimiz var 25 yaşında, tamamilə aybaşdan kəsilib bir abortdan sonra. Endometrium heç qalınlaşmır, nə aybaşı görür, nə hamilə qalır. Sadəcə bir abort keçiribdir. Müalicə müddəti olurmu? Müalicə çox çətindir onun müalicəsi. Yəni effekt verə də bilər, verməyə də bilər. Hal-hazırda müalicə sxemindəyik. Bəli, 25 yaşında bir abort keçiribdir, amma artıq endometriumu tamamilə yararsız haldadır. Aygün xanım, hamiləlik zamanı hamı məsləhət verir. Belə bir sindrom var. Sizcə hansı xalq məsləhətləri daha təhlükəlidir? Yəni bir hamilə qadın üçün. Məsələn, bir dənəsini örnək verək. Hamiləsən, 2 canlısan, 2 qat yeməlisən. Məsələn, bu təhlükəli bir məsləhətdir. 2 qat yox, sağlam yemək lazımdır. Digər təhlükəli məsləhətlərdən biri özəlliklə nə olursa olsun, yəni özün doğ, təbii doğ. 2 dənə sancı verəcəksən, doğacaqsan. Biz özümüz 2 sancı ilə doğduq. Bir gedən kimi xəstəxanaya doğduq. Biraz təbii doğuş haqqında çox yüksək şeylə göndərirlər. Amma birinci doğuş çətin olur, axı biraz uzun çəkir. Bu zaman nə olur? Hamilələr biraz xəyal qırıqlığına uğrayırlar. Axı bu belə olmamalıydı. Görən həkimi nə isə səhv eləyir. Mənim məsələn mamam deyir ki, mən getdim 1 saat sonra doğdum. Mən niyə 6-7 saat xəstəxanadayım və doğa bilmirəm? Məsələn, bu təhlükəli bir məsləhətdir. Ümumiyyətlə, hamiləlik dönəmində həqiqətən bizdən böyük analarımız, qadınlarımız 8 il uşaq dünyaya gətirmişik, heç nə olmayıbdır. Çox uzanma, dur hərəkət elə, hərəkət lazımdır. Yəni bu kimi deyimlər hamilə qadında həqiqətən bəzi hamiləliklər var ki, riskli olur, amma o qarşı tərəfin anaların sözündən, böyüklərin sözü hərəkətdə olurlar. Yəni heç olmaz ağırlıq qaldırırlar, amma bəzi fəsadlar da yox. Bunun tam tərsi də var əslində. Məsələn, digər təhlükəli şeylərdən biri, məsləhətlərdən biri deyir ki, məsələn, çox iş görmə, yat dincəl. Belə deyənlər də var. Amma əslində təbii doğmaq istəyən bir qadın bütün hamiləlik boyu hərəkətli olmalıdır. Əzəllər işləməlidir. Bəli, əzəllər işləməlidir. Biz həmişə deyirik ki, mən həmişə deyirəm ki, hamiləlik normal bir süreçdir. Sən xəstə deyilsən, sən hamiləsən, aktiv ola bilərsən, gün ərzində bu qədər yeriyə bilərsən, bu idmanla məşğul ola bilərsən. Amma daha çox hamilələri sən yat, sən ye, dincəl, onu eləmə, bunu eləmə. Tam passiv bir hamilə yetişdirirlər və sonra da doğuş prosesində biz əziyyət çəkirik. Daha çox piyələnmə olur. Piyələnmə olur, doğa bilmirlər, pəlvik taban əzələləri çox zəif olur, işlətmək lazımdır, nəfəs hərəkətləri olmur ümumiyyətlə. Bunlar təbii ki, çox əksikliklərdir. O da istər-istəməz doğuş prosesində, yəni doğuş prosesi alınmır, elə olanda alınmır. Ya çətin olur və yaxud da heç alınmır. Mən istərdim burada siz hamilə olanlara, hamiləliyi fikirləşən, hal-hazırda yeni övladlarını dünyaya gətirmiş xanımlara məsləhətinizi verərdiniz. Çünki bir ginekoloqdan bunu eşitmək özlərində daha özgüvən verəcək. Məncə hamiləlik düşünən hər bir qadın ilk öncəsində bir ginekoloqla mütləq konsultasiya eləməlidir. Qəbula gəlməlidir, bəzi qan dəyərlərinə baxmalıdır, məsləhət almalıdır ki, doktor, mən hansı preparatları qəbul eləməliyəm, necə qidalanmalıyam, çəkisini yoxlatmalıdır, yanaşı xəstəlikləri varsa onları müəyyən qədər müalicəsini eləməlidir və yaxud da aradan tam qaldırmalıdır. Çünki hamiləlikdə kronik xəstəliklərimiz baş qaldıra bilir və yaxud da daha da çətinləşə, daha da ağırlaşa bilir.
Bundan sonra hamilə qaldıqdan sonra hər vaxtında həkimin dediyi hər yoxlamalara mütləq gəlməlidirlər. Bəzən məsuliyyətsizlik olur. Deyir, məsələn, ayda bir dəfə gəlməlidir müayinəyə, amma hamiləni görürsən bir 12-ci həftəsində, bir də görürsən 32-ci həftəsində. O ara naməlum qalır. Bəli, var, çox var. O, məsələn, məsuliyyət olmalıdır ki, mən yeni bir can doğacam və bu can genetik xəstəlik ola bilər, mən ömür boyu bu uşaqla uğraşa bilərəm. Nəyisə yanlış eləyərəm, bu yanlış elədiyim yanlış doğulacaq uşağın ömür boyu həyatına təsir edə bilər. Yəni bunların məsuliyyətində olmaq lazımdır. Doğum keysəriyyə konusunda həkimlə məsləhətləşmək lazımdır. Hansına uyğunsan? Mən həmişə deyirəm pasiyentlərimə ki, yəni bu uşaq enində sonunda çıxacaq. Yəni sən bunu bir şəkildə çıxartmalısan. Stres eləmənin ona görə heç bir mənası yoxdur. Yəni birinci qəbullamaq lazımdır ki, bu döl çıxacaq. Yəni mən bunu təbii mi çıxaracam, keysəriyyə mi çıxacam, hansı yaxşıdır, hansı pisdir? Hər zaman deyirəm ki, hamilələrə hər zaman deyin ki, doğumun ən xeyirlisi. Mənim üçün ən xeyirlisi nədirsə o olsun. Uşağım üçün ən xeyirlisi nədirsə o olsun. Sırf nəyisə şərtlənmək, mən imənlə keysəriyyə olacam, mən yox doğuşu olacam, bu həkimin işini də çətinləşdirir. Həkimlə xəstə pasiyent arasındakı o xoş münasibəti də gərir. Yəni bunlara biraz diqqət eləmək lazımdır. Həkimin dediyi kimi irəliləsələr, pasiyent pozitiv olsa, pozitivlik də çox önəmlidir hamiləlikdə. Mütləq. Pozitiv olsa, uyumlu olsa, həkimin dediklərini eləsə, yəni hər şey yaxşı gedir. Bu tarz təqiblərimizdə heç bir problem yaşamamışıq. Aygün xanım, bəs olubmu ki, üzüyə baxdığınız zaman ana hamilədir 5-6 ayında, hansı risklər görəndə? Bunu anaya demək də böyük bir məsuliyyət, ümumiyyətlə ailəyə deməkdir. Belə bir situasiya qarşılaşmısınızmı və ana qərar verir ki, yox, mən bu uşağı dünyaya gətirəcəm. Olubmu elə bir? Bəli, çox olubdu. Yəni həddən artıq çox olubdu. Down sendromlu uşaq diaqnozu da qoymuşuq. Və bunu bilə-bilə dünyaya gətirən analar Azərbaycanda olmayıbdı. Azərbaycan xanımları biraz daha adekvatdılar. Azərbaycanlı ailələr. Məsələn, bizim ailələrdə belə bir şey var ki, sağlam uşaq istəyirik biz. Bəli. Amma məsələn, mən Türkiyədə də işləmişəm 2 il, özəl sektorda işləmişəm. Onlar daha dini yöndən yanaşırlar. Məsələn, deyirlər, Allah nə verdi, qəbulumdur. Amma sağlam. Bəli, hətta tarama testləri edin. Türkiyədə mənim işlədiyim bölgədə çox adam tarama testi belə eləmirdi. Amma biz buradan bəzən gedib Türkiyədə tarama testləri mütləq eləyirlər. İndi var bizim ölkədə tarama testləri. Bəli, var. DNK testləri var. Genetik bütün testləri var. Hamısını eləyə bilərik. Çox gözəl. Çox gözəl vurguladınız ki, hər şeyin ən xeyirlisi analara vurğulayırsınız, hamilə qadınlara. Mən sizə təşəkkür edirəm və hər bir hamilə qadınlarımızın ən xeyirlisi sağlam şəkildə olsun, sağlam övladlarını dünyaya gətirsinlər və sizdə böyük məsuliyyət düşür həqiqətən. Burada tək anada deyil və qarşıda ginekoloqa da böyük məsuliyyət düşür. Hər şey iki tərəflidir. Minnətdaram sizə. Çox sağ olun, təşəkkür edirəm. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.